Əziz tamaşaçılar, bugünkü qonağımız tanınmış aktyor Allahverdi Yolçuyevdir. Yavaş-yavaş gəl qalxaq görək Allahverdi müəllim evdədirmi? Ay sabahınız xeyir olsun. Qonaq qəbul edirsinizmi? Hoş geldiniz. Necəsiz? Sağ ol, Allah razı olsun. Qonaqlı ev həmişə gözəl olur. Mən də çox şadam ki, bugün siz mənə qonaq gəlmisiniz. Özdə ən arzulu, istəkli bir gün. Allahverdi müəllim səhərlər tez oyanır, yoxsa bir gün komandasına görə səhər-səhər durub? Burada mən tamaşaçılara bir sir açmaq istəyirəm. Mən həmişə yatıram. Yatağan adamım çox. Yatıram, dururam, tez dururam amma sonra tezdən bir də yatıram. Amma bugün sizi yatmağa qoymayacağıq. O yaxşıdır görüşməndə. O zaman qapının ağzına söhbət eləməyə, gedək əyləşə çay içək. Ay yadımız gəl. Əziz tamaşaçılar, biz günə indi başlayırıq. Gəldik Allahverdi Yolçuyevgilə. Allahverdi Yolçuyevin bir günü çəkəcəyik, amma mən istəyərdim bu məqamda verilişimizin sponsorları haqqında məlumat verim. Verilişimizin sponsoru Elif Electronics'dir. Elif Electronics bu günə qədər bir çox məşhurlara elektrik mallar göndəriblər. Bir çox məşhurlarımız sifariş veriblər. Yəni çatdırılma da var. Türkiyə məhsullarıdır. Hazırda Elif Electronics'də endirimlər də var. O endirimlərdən siz də yararlana bilərsiniz. Verilişimizin yeni sponsoru isə Boranı Lunch'dır. Bu yaxınlarda Xırdalanda Boranı Lunch'ın açılışına getdik. Yəni bir çox məşhurlarımız gəldi ora. Açılışında iştirak elədilər. Yeməkləri çox dadlıdır, çox gözəldir həqiqətən. Boranı Lunch Xırdalanda 2 qat gücü ilə ixtiyarınızdadır. Bir daha xoş gəlmisiniz, səfa gətirmisiniz. Bizim məxfi bir qonağımız var, onun adını çəkmək istəmirəm. Tamaşaçılar qoy intizarda qalsınlar, görən kimdir o. Armudun stəkanda çay, ürəyimiz yananda. Bu stəkanları yoldaşım xüsusən veriliş üçün gətirir. Yox, maşallah, yaxşısınız. Amma bu günləri sinənizdə nəsə bir aparat görünür. Bu mənim həyatımdır bu aparat. Çox sağ olsun. Bu başdan ayrı bir telekanalı mənim ən çətin vaxtlarımda əlimdən tutub. Mən bilirəm də o sirri, onun sirri verilişi və s. və ilaxır. Mən bu əməliyyatıma görə də təşəkkür edirəm Aribi kanalının müdiriyyətinə, rəhbərliyinə, o cümlədən mənim gözəl dostum, qardaşım, çox saf ürəkli Zavur Kəmala təşəkkürümü bildirirəm. Məni klinikada deməli 40 min pul zarafat deyil, onlar danışdılar və klinikanın rəhbərliyinə Sevda xanıma təşəkkürümü bildirirəm. O cümlədən məni əməliyyat eləyən Teyyub həkimə və Aydın həkimə təşəkkürümü bildirirəm, sağ olsunlar. Bu isə açımda bunun sirri. Mən həftədə 2 dəfə Parkinson xəstələrinə, yəni əməliyyatdan sonra bu avadanlıqdan verilir, bu aparatdan verilir. Bu avadanlığın funksiyası nədir? Bu bilirsiniz mənə enerji verir. Beyinə, buradan beyinə gedir. Və o beyində dopamin çatışmamazlığı, üzündən əl əsir, ayaq əsir, bədən əsir. Ümumiyyətlə, Allah heç kəsə göstərməsin, Parkinson xəstəliyi çox pis xəstəlikdir. Çox dəhşət bir xəstəlikdir və çox şükürlər olsun ki, dediyim insanların sayəsində, sizin sayənizdə məni belə qəşəngcə əməliyyat elədilər. Çay içək, maraqlı söhbətlərim var, maraqlı suallar hazırlamışam sizə. Allahverdi müəllim, artıq neçə ildir sənətdəsiniz? 50. Bu 50 ilinizi bu sənətə verdiniz. Peşman olduğunuz anlar oldu mu ki, kaş ki mən aktyor olmayardım? Açığı mən Almaniyada qulluq eləmişim, orada məni saxlayırdılar. Böyük məbləğdə pul da verirdilər, amma mən sənəti heç nə dəyişmərəm.
Tanınmış aktyor Allahverdi Yolçuyevin ocağında qonağıq. Elə övladları, nəvələri də başına cəm olublar. İstəyərdim elə Allahverdi müəllimin qızı ilə danışaq, görək Allahverdi müəllim necə atadır. Çox gözəl atadır. Mən elə bir mənə görə psixoloq kimidir. Çox gözəl motivasiya verir insana. İnsanın halı pis olanda elə danışır ki, heç o yaddan çıxır bütün pis problemlər. Allahverdi müəllim, istəyərdim sizə yaxın gəlim. Deyir övladdan şirindir nəvə. İstəyərdim elə bu günləri Allahverdi Yolçuyev nəvəsini öz danışdırsın. Bu mikrofon sizdə. Nəvənizi danışdırın. Bütün elem elə bil Yalçını dinləyirdi Bir ana qocağında Bir körpən aparırdı Əziz tamaşaçılar bu başqa Yalçındır Yalçın Rızazadə Allah rəhmət eləsin Gözəl sənətkarımız Sən də bu adı daşıyırsan Gözəl bir insandır Ay Allah həmişə buradan keçəndə Mənlə salamlaşır Bəli bu binada olurdu Belə, mənim ağıllı nəvəm Zəhra xanım 2 qat xanımdır bu günə. Gözəl balam. Vaquş da təbrik eləyirəm. Vaqif, yəni qardaşı. Lap böyük nəvəmin 23 yaşı var. Bayram müəllim atamın adıdır. Allah onu da var eləsin. Əli, hamısının adını çəkdim deyəsən. Vaqif, Zəhra, Aynur xanım. Aynur xanım bu gün işlədi, yəqin ki, tibb bacısıdır. Çox məsuliyyətli bir işdir, özünüz bilirsiniz. Və mənim balam bu gün babasına görək nə arzu eləyir. De mənim qəşəng balam. Yəni, mən babamı çox sevirəm. Və yəni mənə çox qəşəng baxır. Mən də onu çox sevirəm. Benim canım, ürəyim, sağ ol. Necədir? Hər şey əladır. Hər şey yaxşıdır. Maşallah, hiss olunur ki, Allahverdi Yolçuyev uşaqlarla çox yaxşı davranır. Mənlə birlikdə o vaxtı Ovçu Pirim qızım gedib, balaca uşaq idi onda. Təngəaltı Qubada ilk çəkilişləri Ovçu Pirimin təbiət qoyununda. Hələ Xədicə yoxdur burada. O başqa yerdə düzülü səbəblə görə gələ bilməyib, onu da salamlayırıq. Xədicə qızım mənim gözəl balam, ağıllı balam. Yəni bu bacı deyir 3 qız böyütmək, cənnətə düşmək, məndə 4-dür, mən həmişə deyirəm VIP-dir məndə. Deyəsən mən VIP harası düşəcəm. Qız evladı gözəldir, həqiqən. Oğlan bilirəm də. Əksəriyyət çayxana, ora, bura, ata-ana çağırır, abala hardasan, ay bala hardasan, infarkt eləyir, kişini gəlib çıxmır. Amma qız evladı həmişə yanındadır. Onlar zəng elir, baba necəsən? Allah hər zaman qorusun. Bəli, amin, amin. Sağ ol, təşəkkür edirəm. Allah sizə qismət eləsin. Atama nə deyim mən? Atamı mən çox istəyirəm. Yaxşı ki, mənim atamdır. Həmişə də demişəm, deyirəm, bu dünyaya bir daha da gəlsəm, yenə eyni ataya sahib olmaq istəyirəm. Oy, ay. Səni çox istəyirəm. Sağ ol, mənim. Allahverdi müəllim, hiss olunur ki, xanım belə deyim, incəsənət sahəsinə meyllidir ki, ötən verişimizdə də canlı ifa elədi, tamaşaçıların çoxu bəyəndi. Hətta mikrofonu belə mənim əlimdən götürdü ki, özüm fikrimi çatdırım. Amma ötən verilişdə tamaşaçılar sinifanızı çox gözəl qarşıladı. Mən istəyərdim ki, bu günləri qısa da olsa bir canlı ifa eləyəsiniz. Tamaşaçılarımız izləsinlər. Bana bir masal anlat baba, içinde tüm oyunlarım, kurtla kuzu olsun, şekerle bal. Baba bir masal anlat bana, içinde denizle balıklar, yağmurla kar olsun, güneşle ay. Anlatırken tut elimi, uykuya dalıp gitsem bile, bırakıp gitme sakın beni. Anlatırken tut elimi, uykuya dalıp gitsem bile, bırakıp gitme sakın beni. Baba bir masal anlat bana, içinde tüm sevdiklerim, içinde İstanbul olsun. Lay 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 lay, la la lay 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 la lay, la la lay 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 la lay la lay.
Təşəkkür edirəm. Maşallah. Allah bravo, maşallah. Belə bir istedada niyə dəstək olmursa Allahverdi müəllim? Hər yerə demişəm, incəsənət üstə sənədləri verib, özü qəbul etmir. Qabiliyyətdə mən öyrətmişəm, bax ikisi də veriblər, qəbul olublar. O yazı pozudan o vaxt o qədər yaxşı bilmirlər, ya həyəcan keçiriblər. Amma mən demişəm, incəsənət isə qurbandır. Gedin nə qədər ürək istəyir, harda ürək. Qız bacarıqlıdır. Sizdə iş yox, köməkçi filan gəlsin, işləsin yavaş-yavaş. Bu verilişdən sonra artıq işə düzələcək xanım. Tamaşaçılar izləsinlər. Bu günləri Allahverdi Yolçuyevin evində xeyir iş olacaq. Qızı da yanımızdadır. Allah xoşbəxt eləsin. Xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Mən sizi çox yormayacağam. Elə bir sual vermək istəyirəm ki, bax, illərdir Allahverdi müəllim sənətdədir. Bir çox xanımlarla da dostluq eləyir, belə deyərdim. Aranızda inciklər olmurdu ki, bax, xanımları qısqanmırdınız ki? Sözün doğrusu təzə evlənəndə, yəni cavan vaxtlarımız var idi elə. Sonra mən yoldaşımla bir yerdə bir neçə dəfə onun çəkilişlərində oldum. Orada gördüm nə əziyyətlər çəkirlər. Bütün vəbsə sənət insanları, Allahın özü də. Ondan sonra özümü tanıdım ki, mən nə üçün heç boş-boş şeylərə qısqanırdım da. Ondan sonra yox, heç vaxt qısqanmadım. Məsələn, tamaşalar olanda, nəsə olanda belə balet eləyirdim, bir həyat yoldaşı kimi yox. Bir tamaşaçı kimi belə çox da xoşum gəlirdi. Belə qıraqdan baxanda heç demək olmazdı ki, mən onun həyat yoldaşıyam. Prosta pərəstişgəri kimi. Belə heç vaxt qısqanmamışam, yox. Allah çətin günlər yaşatmasın heç kimsəyə. Allahverdi müəllimin çətin günləri olduğu zaman, məsələn, səhhətinlə bağlı problemlər olduğu zaman nə hisslər keçirdiniz, nələr yaşadınız? Bir getsin, bir də gəlməsin. Xəstəlik yəni getsin, gəlməsin. Yəni o xəstəlik, yəni ki, o günlər, o pis günlər getsin, gəlməsin. Ən pis günlər Allahverdi xəstələnəndə oldu. Ailəmizə çox çətin günlər oldu. Çox qorxmuşduq, çox narahat idi. Şükür Allaha, qurbanım Allaha. Qəhərləndiniz. Hər şey qaydasında oldu, Allahverdi sağaldı. Uşaqlarımın başındadır. Başqa bir dənə. Həyatda nədən qorxursunuz? Həyatdan nədən qorxuram? Belə qorxmuram, belə təklik Allah heç kimə göstərməsin, təklik həmişə ailəmin başında Allahverdi olsun, uşaqlarımızla, nəvələrimizlə bir yerdə. Bir yerdə qocalasınız inşallah. Çox sağ olun. Allahverdi Yolçuyevi biz ekranlardan görmüşük, belə də izləmişik, tamaşaçılar onu sevirlər və bilmək istəyir, ata kimi necə atadır? Ata kimi çox gözəl atadır. Çöldə necə, evdə də elə qızlarına, nəvələrinə. Bu verişdə bir tarixdir. Yaddaşlarda qalacaq, yadigar olaraq qalacaq. Atanıza nə sözünüz var? Bizim vasitəmizdən deyərdiniz. Ata, səni çox istəyirəm. Yaxşı ki varsan. Nefesim var oldukça mən hər addım yanındayam. Başın dik olsun qızım, mən sənin arxandayam.